Salam qızlar, necəsiz? Sizi yeni bir videomdan salamlayıram. Qısa da olsa bir market alışverişi etdim. Düzdür, orada çəkə bilmədim. Sumqayıta ən ucuz marketə getmişdim, Daş bazarının yanı. Amma ora çox sıxlıq olduğu üçün heç bir zaman orada çəkiliş etmək olmur. Aşağıda da, yuxarıda da, yəni sıxlıq olduğu üçün çəkmək mümkün olmur. Dedim, eybi yoxdur, evdə gedəndə çəkilərəm. Yəni evdə xırda paraq, abur-cuburumuz da qurtarmışdı. Müəyyən yəni alışverişimiz də produktlardan da qurtarmışdı. Dedim getmişkən gedim alım. Burada yəni şokoladlar olsun, konfet olsun, hərəsindən yəni az-az çəkdirmişəm. Dedim hərəsindən az-az olsun, evdə yəni birədləyərəm. Qızlar çox baha, əvvəllər mən deyirdim ki, Sumqayıt ucuzluqdur. Yəni bu tərəf Bakıdakı marketlər bahalıqdır. Əvvəl düzdür, ora ucuzluq idi. İndi amma hər şey qalxıb. Yəni bu bayramdan da sonra yəni artım çox olub. Ona görə də orada yəni oradakı marketdə də bahalıq hiss etdim. Bilmirəm siz də hiss edirsinizmi? Hər şeydə 1 qəpik də olsa, 2 qəpik də olsa artım çoxalıb. Balaca bir çay götürdüm. Evdə var idi. Ona görə balaca götürdüm ki, evdə zapaz olsun. Qızlar, mən hər dəfə marketə gedəndə, bilmirəm sizlər də elə edirsiniz ya etmirsiniz. Şəkər tozu alıram, evə atıram. Qarşıdan, yəni qışdan belə yığıram, belə deyim. Yayda yəni mürəbbələr bişiriləndə əlimin altında asan da olsun. Yəni hər zaman əlimin altında olsun. Bir də bu mən hər zaman 3 kiloluq bu duzlardan alıram. Həm pendirə, həm turşuya çox yaxşı olur. Xarab etmir. Pendiri də, turşunu da. Düzdür, hər saatlıqla məsələn gedə bilməsəm də marketə, yəni yanımızdakı marketdə bu duzlardan olmadığı üçün o birisi paçka duzdan alıram. Amma hər zaman turşularda, yayda da, elə qışda da pendir üçün bu duzdan alıram. Bir də qızlar, mən hər zaman bu yağdan istifadə edirəm. Pinalın şirniyyat üçün istifadə edirəm. Yəni mən hər dəqiqə sana və yaxud da möcüzə almıram. Belə yağı alıb evə atıram. Əlimə atanda bu yağdan, yəni ölçü ilə götürürəm. Şirniyyatlara bu yağdan vururam. Elə getmişkən biraz da tərəvəzlər yəni addelinə girdim. Elə oradan da biraz bademcan, pomidor belə, yəni təzə soğan çıxmışdı. Təzə soğan da götürdüm. Qızlar, bilmirəm sizdə də belədirmi? Bizim evdə salfetka çox istifadə olunur. Ona görə hər dəfə hər marketə girdikcə 2-2, 3-3 belə götürürəm. Salfetkalar çox istifadə olunur. Bu sunun salfetka, yəni tualet üçün kağızı da belə deyim, dediyimə görə üzr istəyirəm. Yəni ayaq yolu üçün salfetkası da endirimdə idi. Elə onu da götürdüm, 2 paska götürdüm. Bu şampunu da qızlar İran məhsuludur. Keçən dəfə aldım uşaqlara. Özüm düzdür keratin, saçım keratinli olduğu üçün keratin şampunu istifadə edirəm. Amma uşaqlara bu İran şampunundan bu keçən dəfə almışdım. Xoşlarına gəlmişdi. Bu dəfə də aldım. Dedim axşama tez bazar, yəni kartoşka ilə cücə hazırlayım. Uşaqların dərsdən gələn vaxtlarıdır. Mən hər zaman cücəni qızlar suda qaynadıb ondan sonra qızardıram. Düzdür, sobada qızardanda yəni çiğ halında edirəm. Amma belə qızardanda istər yağda olsun, istər də qızartma, yəni o üz bu üz qızardanda belə, yəni yağ suda qaynadıb, duzunu töküb, suda qaynadıb qırağa süzürəm, qırağa qoyuram, soyusun. Ondan sonra ədviyyatlarını vurub qızardıram. İndi də gördüyünüz kimi süzmüşəm, bişib süzmüşəm, hazırlamışam. Qıraqda sarı kökünü vurub elə qızardacam. Kartoşka da soyub suya qoyuram ki, əlimin altında tez hazır olsun. Deyirsiniz ki, qızlar bu qədər, yəni ət az görsənir, kartoşka daha çoxdur. Amma bizim uşaqlar kartoşkanı daha çox sevdiyi üçün adi kartoşka qızartmasında o qədər sevmirlər. Amma belə, yəni ətin böyründə iri-iri qızardılmış kartoşkanı daha çox sevirlər. Ona görə də artıq bişirdim ki, yəni onu daha çox sevdikləri üçün yesinlər. Sizlər necə qızlar? Sizlər də yəni belə edirsinizmi? Bir də sizdən bir söz soruşum.
fikirlərinizi yorumlarda gözləyirəm. Siz toyuğu belə istə-istə almağa daha çox üstünlük verirsiniz, yoxsa toyuğu bütöv halda? Düzdür, bütöv halda da alıram. Adətən tofqaya qoyanda deyim, sobaya qoyanda, qril edəndə, ləvəng edəndə elə daha çox alıram ona. Amma belə halda heç vaxt bütöv toyuq almıram. Əvvəllər bütöv toyuğu alırdım, gördüm ki, o sərf etmir, amma belə hissə-hissə götürürəm, hər birindən də götürürəm. Sonra evdə, yəni qarışdırıb, hazırlayıb elə marazelkaya qoyuram. İstəyəndə də elə, yəni hər birindən qarışıq şəkildə götürüb bişirirəm. Qızlar, gördüyünüz kimi soyumuş, yəni əti soyub, duzunu tökmüşəm, elə bişəndə tökmüşdüm. Gözə yarı sarı kökünü edəcəm. İstot bu dəfə vurmadım, həmişə vururdum, amma bu dəfə nəsə istəmədim, vurmadım. Mən hər zaman dediyim kimi o birisi videolarımda demişəm, hər zaman sivan duzundan, suneldən istifadə edirəm. Yəni belə qızartmalarda, amma ki indi qızartmalar, yəni əlimin altında yox idi deyən vurmadım. Sizlər necə qızlar? Sizlər hansı ədviyyatlardan istifadə edirsiniz? Sizlər nə vurursunuz toyuğa qızaranda? Yağım qaynara düşdü, yəni qızdı. Mən əti altını söndürürəm ki, yəni hər tərəfə çıpırlamasın. Qoyuram, o üz bu üz qızarsın. Gördüyünüz kimi ətləri düzürəm, o üz bu üz qızarsın. Belə bişəndə, yəni qıraqda bişiriləndə çox gözəl, içi yumşaq, üzəri xırçıltılı olur. Bir də ki, ən çox qorxduğum nədir? Yəni eşitdiyimizdən, gördüyümüzdən ki, bu broiler toyuqlarını iynə ilə, dərmanla yekələndirirlər. Ona görə hər zaman qaynadıb mən belə bişirirəm. Elə bilirəm, ən azından qaynadıb suyunu tökəndə biraz o, yəni necə deyim, biraz qorxusu mu deyim, azalar mı deyim, mən elə hiss edirəm, belə deyim. Gördüyünüz kimi hər hamısını düzdüm. O üz bu üz qızarsın. Həmən yağda da kartoşkamı qızardacağım. Sizlər necə edirsiniz? Sizlər də qaynadırsınızmı? Yoxsa elə birbaşa mı götürüb bişirirsiniz? Mən dediyim kimi hər zaman qaynadıb atıram. Kartofu da böyük-böyük doğrayacağım. Sarı kökləyib, duzunu da vurub, həmən yağda da qızardacağım. Adətən bacardığım qədər, düzdür, broiler toyuqlarından uzaq, yəni bu broiler ətlərindən uzaq olmağa çalışıram. İstəyirəm uşaqlarıma kənd məhsulları yedizdirəm, özümüz də kənd məhsullarından istifadə edək. Amma uşaqlar yemədiyi üçün məcbur oluram arada bir də olsa bu, yəni toyuq məhsullarından istifadə edəm. Düzdür, kababda, yəni qanatda arada bir alırıq, çəkirik, yəni o ətin gözünə qatırıq. Yəni uşaqlar sevdiyi üçün. Amma belə, yəni uşaqlar kənd cücəsi yemədiyi üçün, o birisi, yəni adi mal əti olsun, heyvan ətini yemədikləri üçün ən azından alıram ki, heç olmasa, düzdür, bilirəm belə götürəndə ziyanlı bir şey olsa da belə, amma ətdə də yeyərlər, ən azından ümitləri olar, belə deyim. Gördüyünüz kimi o üz bu üz çevirirəm, qızarır, üzəri xırçıltılı, içəri bişmiş, yumşaq, yəni olur belə bişirəndə. Mən elə fikirləşirəm ki, əgər qaynadılmamış yağda bişəndə bəlkə də olmur, amma mən özümdə onu hiss edirəm ki, o yəni tam bişməmiş olur. Adi qrillərdə gördüyümüz kimi bəzən elə olur, satın alanda qril alırıq, ola içərisini aralayanda içərisi qırmızı olur, bişməmiş olur. Elə fikirləşirəm ki, əgər çiğ də bişirsək, elə halda ola bilər. Ona görə hər zaman qaynadıram. Həm də ki, o tərəfdən dediyim kimi, yəni iynə ilə, dərmanla böyüdüyü üçün hər zaman belə qaynadıram. Kartoşkamın da sarı kökünü, duzunu atıb, həmən o yağda
bişirəcəm. İndi hər tərəfi qızarmış ətlərimi götürüb biraz yağın altını keçirdəcəm ki, o kartoşkanı tökəndə hər tərəfi yəni yağı sıçrayıb həm yandırmasın, həm də hər tərəfi daha da bulaşdırır. Düzdür, bu yeməyi bişirəndə qazın üstü çox bulaşır, qazın üstü yağ olur hər tərəfi. Hər zaman mən belə yeməkləri çöldə bişirirəm. Həyətdə, yəni dediyim kimi o birisi videolarımda həyətdə qaz peçim olduğu üçün orada bişirəm, amma bu günləri bişirmədim. Dedim elə içəridə tez bazar olsun. İçəridə yedim, amma çalışdığım qədər çöldə bişirməyi sevirəm ki, ən azından iyisi, qoxusu içəri yayılır. Hər tərəfi yağ olur. Ona görə çöldə bişəndə yaxşı olur o qazı. Amma belə də bişirən kimi tez qazın üstünü silirəm ki, yağı qızlar, bu qızartmanın yağı nəinki o birisi yağla tez yapışqan olur. Belə mən elə başa düşürəm ki, tez yapışır. Ona görə də tez silmək lazımdır ki, hər yeri yağı çəkməsin. Yəni qaz sobası üzərinə. Kartoşkanı da tökdüm. Gözəl o öz qızarsın. Çox deyirsiniz ki, belə halda içi çiğ bişir, çox böyük doğramısan. Amma qızlar çox gözəl ağzı örtəndə, yəni qapağını örtəndə çox gözəl qızarır. İçərisi də yumşaq, üzəri xırçıltılı, dediyim kimi gözəl bir kartoşkalarımız qızardı. Elə də ətimiz də, yəni tavam elə də böyük olmadığı üçün, kartoşkam çox olduğu üçün 2 hissədə qızartdım. Bunu götürüb üzərinə yerdə qalan kartoşkamı da qızardacağım. Ondan sonra yəni servis edəcəm. Qızlar, göz haqqınızı halal edin. Yəni hər birinizin evinizdə hər zaman belə qazanlarınız qaynar olsun, ocaqlarınız yanar olsun, süfrəniz bol olsun, ruzili, bərəkətli olsun. Hər zaman belə qazanınız qaynasın, uşaqlarınızın üzünə hər zaman gülərək baxasınız. Hər zaman onların istədikləri nə yeməkləri varsa da, nə istəkləri varsa da bir ana kimi hər birimizdə uşaqlarımızın üzünə yəni dik baxaq. Yəni nə istəyir, mən elə fikirləşirəm ki, uşaqlar nəyisə adam almayanda, nəyisə uşaqlarına, məsələn evdə bir ana ki, uşağına çatdıra bilməyəndə istər-istəməz özünün qəlbində qırıqlıq olur. Allah o günü bizə yaşatmasın. Qızlar, belə qızardı, çox gözəl, yumşaq, üzəri xırçıltılı, içi yumşaq, gözəl bir yemək oldu. Sağ olun, Allah amanında qalın.